Ey Xudavənd Allahım, bütün qəlbimlə sənə şükür edəcəyəm. Daim ismini izzətləndirəcəyəm. Zəbur 86:12. Hər vəziyyətdə məni izzətləndirməyi öyrən. Bu sənin həyatın üçün vacibdir. Narazılıq ruhu insanın sümüklərinə qədər çürüdür. Amma şükür və minnətdarlıq ruhu sənin canını gümrah və möhkəm edəcək. Həqiqi şükür, qapıları mənim padşahlığıma açıq olan qəlblərdən gəlir. Əzizim, hər şey yaxşı olan zaman minnətdar olmaq asandır. Əsl minnətdarlıq, hər şey yaxşı olmadığını gördüyün zaman olan minnətdarlıqdır. Mənim sevimlim, xatırla Yusifi, o hər vəziyyətdə şükür etməyi öyrəndi. Daniel şirlərlə dolu quyudan mənə həmd səsini ucaltdı. Danielin 3 dostu odlu sobanın içərisində məni izzətləndirdilər. Musa təqib olunan zaman məni izzətləndirdi. Əyyub hər şeyini itirdiyi zaman həmd etdi. Davud ölüm onu dövrəyə alanda məni izzətləndirməkdən dönməyəcəyinə söz verdi. Yunus balığın qarnında şükür nidaları ilə qaranlıqdan nura çıxdı. İbrahim hara getdiyini bilmədən yola çıxanda məni izzətləndirib yola başladı. Mənim adımla yola çıxdı və mən ona əbədi həyatın qapılarını açdım. Bugün sənin həyatında bəlkə hər şey yaxşı deyil. Bəlkə şirlərin quyusunda hiss edirsən. Ya odlu sobada həyatın alovları səni yandırır. Bəlkə Yusif kimi zindandasan. Bəlkə Əyyub kimi hər şeyi itirmisən. Bəlkə Davud kimi ölüm başının üstünü alır. Ya da Yunus kimi zülmət qaranlıqdasan. Su boğazına qədər qalxır. Musa kimi səni günahına görə təqib edirlər. İbrahim kimi bilmədiyin bir yola çıxmısan. Fərqi yoxdur, indi hansı vəziyyətdəsən? Oradan məni səslə. Vəziyyətinə görə minnətdar olmağı öyrən. Minnətdar olmaq olanla barışmaq deyil, mənə hər vəziyyətdə etibar edib əmin olmaqdır. Əzizim, sən mənim göz bəbəyimsən. Mən səndən nəzərimi çəkə bilmərəm. Xahiş edirəm, etibar et və qəlbin hüzurla dolsun. Çünki mən hüzuram. Etibar edən zaman mənə icazə verirsən ki, qəlbinə daxil olum və sənin canını əbədi həyat üçün möhürləyim. Sənin möhürün mənəm. İzzət səndəki möhürün sübutudur. Mənim sevimlim, indi olduğun yerdən gözlərini qaldır və mənə bax. Qəlbinin gözləri ilə bax. Mənə etibarla dol və şükür et. Mən yanındayam. Sənin sağ tərəfindəyəm.